Bugünkü dərsimizin adı Goal Programming dərsi olacaq. Goal Programming nədir? Define a goal, target to achieve its criteria. Bizə kriteriyalar verilir və hər bir verilən kriteriyanı məsələyə tətbiq eləyib nəticə çıxardırıq. Və burada bilinməsi olan 3 şey var əsas. Underachievement, overachievement and both of them. Underachievement nədir? Məsələn, deyirsə, earn at least 10,000, ən azı $10,000 qazanmaq bu cür bir söz deyirsə, bu olur underachievement. Əgər deyirsə, spend out must 5,000, ən çoxu 5,000 xərclə deyirsə, bu olur overachievement. Bir də əgər desə ki, exactly 2,000, 2,000 tam dəqiq, yəni. Nə o tərəf, nə bu tərəf. Bu zaman biz bunların hər ikisini istifadə edirik məsələdə. Sual belədir ki, bir şagirdin diyetası yemək yeyərkən 4 əsas ərzaqdan istifadə edir, 4 növ. Və onlar əsasən hansılardır? Burada types of good verilib, onların kalorisi, sugar və fat. Və hər birinin limit qoyulubdur. Və sonra bizə məqsədlər verilir, qollar verilir. Yəni, edilməsi olan əsas məqsəd nədir? İlk öncə not kimi qeyd edək ki, bir şagird bir gün ərzində per day ən çoxu 5 növ ərzaq istifadə edə bilər. Limitlərimiz nədir bizim? Gündəlik kalori ən azı 1500 olmalıdır. Deməli, ən az deyirsə, biz dediyimiz kimi burada underachievement istifadə edəcəyik. Underachievementdə də dediyimiz kimi D1 minus olur. Əgər ikinciyə baxaq, daily sugar intake must be at most 30. Ən çoxu 30 olmalıdır qənddən istifadə. Proje ən çox deyirsə, bu overachievementdir. Overachievementdə plusdan istifadə edir. D2 plus, yəni ən çox plus o anlama gəlir. Ən aşağı dedikdə birincidə kalori minus o anlam verir. Daily fat intake must be exactly 20. 20 olmalı, yəni dəqiq. O zaman dediyimiz kimi həm overachievement, həm underachievement olur. Yəni həm minusu, həm plusu. Minus underachievement olur, plus overachievement olur. Məsələn, həllinə gəlir, solution necədir? İlk olaraq bizim decision variable'ları tanımalıyıq. X1-ə tiramisuların, fried patateslərə X2 deyirəm. Yuxarıda verilən məsələdəki həmin o types of goodlardır bunlar və ən sonunda hamburgeri X4 deyirəm. Və ondan sonra biz hesaba almalıyıq verilən məqsədləri, hədəfləri. Kalori limit dediyi kimi necə olacaq? Kaloriya biz diqqətlə baxsaq burada kaloridə məsəl üçün tiramisu, fried patates, orange and hamburger. Yəni 400, 450, 150 və 500 tərkibində var. Deməli, tiramisuya biz X1 demişdiksə, 400-ü X1-ə vururuq, tiramisulardır, 450-ni X2-yə vururuq, bu fried patatesdir, 450 də orada tərkibi idi. Orange juice da 150 idi, onu X3-ə vururuq və 500-ü də X4-ə vururuq, hamburgeri. Və burada biz range-i bilmək, yəni aralıq. Baxıram, burada daily kalori ən çox hardadır? Hamburgerdə, 500. Biz də dediyimiz ki, burada 5-dən istifadə edilir. Əgər bunun 5-i hamburger olsa, nə olacaq? Hamburger maksimum 5 vurulsun 500, 2500. Limitdəki 0, yəni daha doğrusu ən aşağı. Çünki hamburgerdən ümumiyyətlə istifadə eləməyib, o birislərindən istifadə etsə, hamburger 0 olacaq kalori, maksimum 2500. Yəni bu aralıqda dəyişəcək range. Sugar-a keçirik. Sugar-da yuxarıda gördüyümüz kimi sugar ən çox hardadır? Tiramisuda. Deməli, 5-in də ərzağın, 5 ərzağın 5-in də tiramisudan istifadə etsə, onun tərkibində sugar-ın limiti nə olacaq? 5 vur 15, 75. Həmçinin daily fat intake-dəki baxırıq fətə 28 fried patateslərdə və 5-in də fried patatesdən istifadə eləsə, bizim limitimiz olacaq nə? 0,140, 28,5. Bu aralıqda dəyişəcək. Və biz bir də demişdik ki, ən çox 5 gün ərzində istifadə edə bilər. Məsələdən də biz burada yazsaq ki, X1 plus X2 plus X3 plus X4 kiçik bərabər 5. Bu bizə nə verir? Yəni, bu 5-dən kiçik o demək ki, X1 əgər ondan istifadə edirsə, bu 1-dir. İstifadə etmirsə 0-dır. X1, X2, X3, X4. Yəni, hər birindən istifadə 1 yazılır. Və bunun hər birini 1 götürsək, bu 5-dən kiçik o deməkdir ki, yəni maksimum 5-dən istifadə edə bilər bunlardan. Sonra keçirik objective functiona. Objective functionumuz nə olacaq? Biz dedik ki, underachievement olanda minus olur. Biz birinci demişdik ki, kalori nədir? D1 minus. Onu yazırıq bura D1 minus.
Sonra Daily Sugar nə yazmışdıq? DH plus olur burada DH plus və sonda Daily Fat intake'imizdə nə idi? Exact olduğu üçün həm minusu, həm plusu, həm underachievement var idi, həm overachievement. DH minus, DH plus. Onu da yazdıq burada. Ondan sonra bu bizim olur objective function. Bizim məqsədimizdə bunu minimallaşdırmaq, mümkün qədər aşağı eləmək. Specific to və bizə constraintlərimiz nədir? 400x1, bu bir adınızdansa yuxarıda qeyd etmişdik. Daily kalori intake-in tərkibi idi. O nəyə bərabərdir? Yəni gün ərzində kalorini götürmə bu qədər ola bilər. Hər birindən götürsə x1, x2, x3, x4-dən və hər birində tərkibinə nə qədər onu yazmış olaraq. Bu nəyə bərabərdir? 1500, 1500 nə idi? Yuxarıda gördüyümüz kimi kaloride qoyduğumuz limit idi. Ən azı 1500. 1500 yazırıq və onun üzərinə D1 plus, D1 minus gəlir. Yəni bu arta da bilər, azalda bilər. Amma biz bunu yuxarıda underachievement demişdik D1 minus. Biz bu D1 minusu objective function'da nəzərə alırıq. Constraintlərdə, specific to'larımızda isə həm plusun yazırıq, həm minusun. Həmçinin digəri Daily Sugar'da burada görürük biz 15x1, 4x2, 4x3, 3x4. Onu burada yazırıq yenə ikinci constraintimizdir. O da yenə orada yuxarıda məsələ demişdik ki biz 30 dənə must be at most 30 olmalıdır. Və həmin 30'u burada qeyd edirik və D2 plus, D2 minus yazırıq. Və ən sonda da Daily Fat intake yazırıq biz bura gördüyünüz kimi. Və yuxarıda məsələ demək ki exactly 20, yəni 20 olmalıdır. Onda DH plus, DH minus. Və bunu bu cür həll edirik və sonda onların hər birinin x-i DI nə deməkdir? Yəni ki x1, 2, 3, 4 deməkdir, i dəyişir. DI də ki plus minus olmayan deməkdir. Onların hər biri sıfırdan böyük olmalıdır. Və bu məsələnin növbəti həllini Excel-dən sizə göstərdik. Bu isə hal-hazırda kağız üzərində olan həllidir. Sağ olun.